Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed ve ali Muhammed. Allahumma əcil vəliyyəkəl fərəc. Məkasib kitabında qeybət bölümündən 15-ci dərsi oxuyuruq. Bu dərsin rəqəmində səhv eləmişik. Dünənki dərsində də, sıragönkü dərsində də 13 demişik dərsin nömrəsini. Amma dünənki dərsimiz 14-cü dərsidir. Bugünkü dərsimiz də 15-ci dərsdir. Bildiyiniz kimi bəhsimiz qeybət bölümündədir və mərhum Şeyx Murtəza Ənsari 4 dənə rivayət nəql elədi. 4 rivayətin 4-ü dəlalət eləyir ki, qeybət o günahı aşkar eləməkdir ki, şəxs o günahı gizlin eləyibdir, məsturdur. Və eyni zamanda mərhum şeyx Cüvhərinin Sihah kitabında qeybətə verdiyi tərifi də müəyyid gətirdi bu məsələyə, qüvvət verici gətirdi. Cüvhəri Sihah lüğətində buyurub ki, min ennəl qeybətə ən yətəkəlləmə xəlfə insanin məsturin bema yəğummuhu lufsəmiyə. Qeybət odur ki, bir insanın dalıca onun gizlin elədiyi bir günahı deyəsən və aşkar eləyəsən. Əgər bu eşitsə, narahat olacaq. Burada mərhum Şeyx Murtəza Ənsari buyurur, bu Cüvhərinin Sihah lüğətində söylədiyi bu tərif, insanın məsturin, bu məsturdan məqsədi nədir? Məsturdan məqsəd bir dəfə budur ki, yəni o deyilən söz gizlindir. Yəni o deyilən günah, o gizlindir. Bir dəfə bu cür niyyət eləyərik, yəni bu cür düşünərik. Belə olduğu təqdirdə, onda Cüvhərinin bu söylədiyi tərif, o 4 dənə rivayət ki nəql olundu, onlarla olur müvafiq, olur uyğun. Çünki onlar da deyirlər ki, o günahı ki şəxs gizlin eləyə, o qeybətdir. Yox, əgər məqsədi insanın məsturin, məqsədi budur ki, bu insan mütəcahir bir fisq deyil. Mütəcahir bir fisq budur ki, bir nəfər aşkar günah eləyir, bir dəfə budur gizli günah eləyir. Yəni, insanın məsturin məqsədi əgər bu olsa ki, mütəcahir bir fisqin müqabilində olan bir insan ola, onda ehtimal var. Bu rivayətlə müvafiq olsun, bu 4 rivayətlə bunun tərifi ehtimal var, müxalif olsun. Yəni, necə? Çünki rivayətlər 4'ü də dedi ki, gərək günah gizlin ola. İndi bir şəxs mütəzahir bir fisqin müqabilində məstur olsa, gizlin olsa, onda mümkündür bunun günahı, o elədiyi günah, o söylədilən günah da məsturdur, yəni gizlindir, bir dəfə budur aşkardır. Aşkar olsa bu rivayətlərlə müxalif olar, gizlin olsa bu rivayətlərlə müvafiq olar. Ona görə də mərhum şeyx buyurur, fəin əradə minəl məstur, Cüvhərinin Sihah lüğətində söylədiyi tərifdən ki, belə tərif deyib ki, ən yətəkəlləmə xəlfə insanın məsturin, bu məsturdan iradəsi əgər bu ola ki, min heysu zalikəl məqul, o məqul cəhətdən, məqul yəni o deyilən söz, o günah ki, o deyilibdir. Əgər o cəhətdən iradə eləyibsə, yəni məstur o məqul olsun, o söylənilən söz olsun, vafəqəl əxbar, onda Sihahın, yəni Cüvhərinin Sihahda söylədiyi tərif, bu söylədiyimiz 4 rivayətlə oldu müvafiq.
Və in ərada müqabilul mutəcahir, yox, əgər cövhəri sihahda söylədiyi tərifdən məstur kəlməsindən nəzəri iradəsi budur ki, yəni bu şəxs mütəzahir bir fisq deyil, gizlindir, mütəzahir bir fisqin müqabilindədir. Onda uhtumiləl muvafiqə vəl müxalifə, onda ehtimal olunur, cövhərinin bu söylədiyi rivayət, tərif, rivayətlərlə müvafiq olsun ya müxalif olsun. Əgər ki, günah gizlində olsa, onda olar müvafiq, aşkar olsa, onda olar müxalif. Vəl-müləxxəs min məcmui ma vərədə fil məqam. Mərhum şeyx buyurur, bu rivayətlər ki, bu mövzuda, bu qeybət mövzuda gəliblər, bunların xülasəsi budur. Ənə şey'əl məqul, yəni o deyilən söz ki var ha, başqasının dalıyca. İn ləm yəkun nəqsən, əgər o deyilən söz nöqsan deyilsə, fəla yəkunu zikru şəxs heyneyzin qeybətən, onda o deyilən söz ki başqasının dalıyca deyilir, o nöqsan deyilsə, onda başqasının dalıyca onu demək qeybət deyil. Məsələn, bir nəfər yoxdur burada. Sən deyirsən ki, məsələn, filan kəsin, məsələn, deyək belə, orta boyu var. Orta boyu demək nöqsan deyil ki. Nöqsan olmadığı üçün qeybət hesablanmır. Və in eytəqədəl məqulu fi, baxmayaraq o məqulu fi, yəni o şəxs, baxmayaraq o şəxsin öz etiqadı budur ki, kovnuhu nəqsən əleyh. O deyilən söz onun əleyhinə nöqsandır. Məsələn, misal vurur. Mən ayrı misal vurdum. Mərhum şeyx ayrı misal vurur. Nəziru ma İzan nufiyə ənhul ictihad. Məsələn, o şəxsdən ictihad nəfi oluna, inkar oluna. Məsələn, deyirsən ki, filan kəs tələbədir, dərs oxuyan, bu müctehid deyil. Onun ictihadını nəfi elədin. Dedin ki, o müctehid deyil. Və leysə mimmən yəkunu zalikə nəqsən fi haqqıhi. Və bu da o şəxslərdən deyil ki, o müctehidliyi, ictihadlığı ondan inkar eləmək onun haqqında nəqs olsun. Məsələn, bir dəfə budur ki, bu şəxs dərs oxuyub, bu elə müctehiddir. Sən onu dalıyca deyirsən, o müctehid deyil. Onda o nəqsidir. Amma bu bir şəxsdir ki, bundan ictihadını inkar eləmək ona nəqs deyil. İlla ənəhu mu'təqidun bi ictihadı nəfsi. Və lakin bu şəxsin özü öz etiqadında özünü müctehid bilir. Amma həqiqətdə müctehid deyil. İndi bir nəfər də dedi ki, onun dalıca dedi, o müctehid deyil. Bu surətdə bu qeybət hesablanmır. Nəm qəd yəhrumu haza min vəchin axər. Düzdür deyir, bu qeybət cəhətindən haram deyil. Amma başqa cəhətdən hörməti var. Başqa cəhətdən məsələn haramlığı var. Sən bu sözü deməklə ona əziyyət eləyirsən. Məsələn, o özünü müctehid bilir. Sən ki dedin o müctehid deyil. O artıq özünü pis hesablayır. Sən də bir müminin narahat elədin, əziyyət verdin. Bu cəhətə görə mümkündür deyək, bu haramdır. Və lakin qeybət cəhətindən bu haram deyil. Niyə? Çünki qeybət hesablanmır. Və in kana nəqsən şər'ən əv urfən bihəsəbi halil muxtab. Buyurur o deyilən söz bir dəfə nöqsan olar şər'ən, yəni şəriət baxımından nöqsan olar. Bir dəfə ürfən, yəni ürf cəmiyyət baxımından nöqsan olar. O muxtabın halı ilə. Muxtab, yəni o şəxs ki, onun dalıyca qeybət olunur. Fəin kana məxviyyən lil-sami. Əgər o nöqsan sami üçün, bu sözü eşidən üçün məxvi olsa, məsələn, sən gəlirsən bir söz deyirsən birinin dalıyca, orada insanlar eşidir. Halbuki o insanlar, eşidənlər bunu bilmirdilər. Beheys yəstənkif ən zuhurihi lil-nas. Məsələn,
Elə bir söz deyirsən ki, halbuki heç kim istəmir. Məsələn, o adam istəmir ki, bu insanlar içində zahir olsun. Və əradəl qail tənqisul muxtabu bih. Və o sözü deyən adam da, qail də məqsədi budur ki, o şəxs ki, onun dalıca qeybət olunur, ha, onu nöqsanlandırsın. Və huvəl mutayaqqən min əfradil qeybə. Bu yəqin bu qeybətin fərdindəndir. Yəni belə olan bir surətdə ki, birinin dalıca danışasan və məqsədin də budur ki, o nöqsanlansın, o ifşa olunsun, onun abrısı getsin, yəqindir ki, bu qeybətin fərdlərindəndir və haramdır. Və in ləm yəridil qailət tənqis, əgər o sözü deyən adamın məqsədi o şəxsi nöqsanlandırmaq deyil, onu naqisləndirmək deyil, onu pisləmək deyil. Və zahir hurmətuhu, yenə də zahir budur ki, o haram iş görür. Niyə? Lekövnihi kəşfən li uvrətil mümin. Çünki bu müminin eybini aşkar eləyir. Uvrə ki, məlumdur, insanda olan o cinsi orqanlara deyirlər. Amma burada müminin o cinsi orqanını aşkar eləmək deyil. Burada niyə? Onun abrısını ona oxşadır. İnsan necə ki, cinsi orqanlarını örtür, gizli eləyir və bir insan günah eləyəndə günahını o cür gizlədirsə, sən də gəlirsən o günahlarını aşkar eləyirsən və nəticə etibarilə elə bil bunun gizlətdiyi şeyləri aşkar elədin və cəmiyyətdə bunu ifşa elədin. Ona görə də bu haramdır. Belə ki, vəqət təqəddəməl xəbər. Biz qabaqki dərslərdə bir rivayət oxuduq ki, Həzrət buyurdu, mən məşa fi qeybəti əxihi. Əgər bir nəfər qədəm götürə, addım ata ki, getsin o mömin qardaşının qeybətini eləsin. Və kəşəfə ovrətəhu, onun eyblərini aşkar eləsin, kəşf eləsin ki, bu şəxs üçün cəhənnəmdə böyük bir əzab var. Bəs bu rivayətdir. İndi sən də gəlirsən, bir şəxsin eybini açırsan, onun gizlətdiyi o sözləri açırsan və onu ifşa eləyirsən və nəticədə də bu abrısı gedir. Bu haramdır. Və fi səhihəti İbn Sənan ən Əbi Abdillah aleyhissalam. Belə ki, İmam Sadiq aleyhissalamdan bir rivayət də var. Qalə qultu, ravi deyir ki, mən imama dedim ki, Ovratul mümin ələl mümin haramun. Müminin övrəti müminə haramdırmı? Qalə nəm. Həzrət buyurdu, bəli, haramdır. Qultu tənis siflətəyhi. Deyir, mən ona dedim ki, Həzrətə, siz nəzərdə tutursunuz ki, müminin övrəti müminə haramdır. Yəni, onun arxa və qabaq hissəsi, yəni cinsiyyət orqanlarını nəzərdə tutursunuz. Qalə, imam buyurdu, leysə heysu təzhəb. Yox, sən fikirləşdiyin kimi deyil. İnnəmə hiyyə izaatu sirri. Mən nəzərdə tuturam, yəni müminin övrəti müminə haramdır. Yəni, mümin gəlib müminin sirrini aşkar eləməz. Mümin gəlib müminin sirrini aşkar eləsin, abrısını aparsın, bunu eləməz. Bu haramdır. Bu o demək deyil, ha, cinsiyyət orqanları haram deyil. Yəni, onlar da haramdır. Onlar bir tərəfə, digər tərəfdən bir şəxs gəlsin, mömin sənə bir sirr açıbdır. Sən gələsən, onun sirrini faş eləyəsən, aşkar eləyəsən, abrısını aparasan, Həzrət buyurdu ki, bu da haramdır, bu da icazəli deyil. Ona görə də bütün hallarda istəyir qeybət olsun, qeybətin fərdinə daxil olsun, istəyir belə olsun. Hər iki təqdirdə müminin abrısını aparmaq, ona əziyyət eləmək haramdır. Elhamdülillahi Rabbil aləmin.